Ömər gəlib deyir ki, Həzrət Peyğəmbər özündən sonra xəlifə təyin etməmişdi. Səhih kitablarında. Səhih kitablarında qəbul edirsiniz. Amma İbn Teymiyyə deyir ki, özündən sonra xəlifə təyin etmişdi. İnni Ömərin sözüdür. La əstəxlif, əgər xəlifə təyin etməsəm, fə innə Rasulullah ləm yəstəxlif. Çünki Peyğəmbərə tabi olmuşam. Peyğəmbər də xəlifə təyin eləməmişdi. Əgər xəlifə təyin eləsəm və in əstəxlif fə innə Əbu Bəkr qəd əstəxləf. Xəlifə təyin eləsəm, Əbu Bəkr də. Mən bilmirəm ki, hansını yerinə yetireyim. O şəxs dedi ki, mən bildim ki, artıq Peyğəmbərin sözü. Bu harda gəlib? Səhih Müslimdə. Səhih Müslimdə, həmçinin Buxari də bunu nəql edib, yəni. Xülasət hükmül mühəddəs səhihdir. Məlumda Səhih Müslimdə gəlib səhihdir. Və digər yerdə də belə bu hədisdə gəlib, isnadı səhihdir. Əl-Bəzzarda bu hədisdə gəlib, Buxaridə bu hədisi gətirib. İn ətraktukum, əgər mən sizi öz başına buraxsam, fəqət tərəkakum mən huvə xeyrun minni. Artıq sizi tərk eləmişəm, o şəxs kimi ki, məndən xeyirli idi. Yəni Rasulullah sallallahu əleyhi və səlləm. Ənə Rasulullah ləm yəstəxlif. Həzrət Peyğəmbər özündən sonra xəlifə təyin etməyib. Əgər amma xəlifə təyin eləsəm, Əbu Bəkr kimi yerinə yetirmişəm. Sual. Bütün vəhabilər bu sualı verir. İndi İbn Teymiyyə doğru danışır, Muhammed ibn Abdülvahhab doğru danışır, yoxsa Ömər doğru danışır? Ömər gəlib deyir ki, Həzrət Peyğəmbər özündən sonra xəlifə təyin etməmişdi. Səhih kitablarında. Səhih kitablarında qəbul edirsiniz. Amma İbn Teymiyyə deyir ki, özündən sonra xəlifə təyin etmişdi.